Hər kəsə salam. Hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Bugün böyük oğlumla birlikdə sizi mətbəxdən qarşılayıram. Oğlumun dediyi kimi bugün aycıqlı kurabiyə hazırlayırıq. Həm birlikdə maraqlı vaxt keçirdik, həm də dadlı kurabiyələr hazırladıq. İşlərim çox olan zaman böyük oğlumla vaxt keçirmək üçün çox vaxt bu üsula üz tuturam. İcazə verdim ki, necə hazırlaya bilirsə o cür də hazırlasın. Əgər sizin də işləriniz çox olursa, uşaqlara çox vaxt ayıra bilmirsinizsə, bu üsulla istifadə edə bilərsiniz. Həm əylənmiş olur, həm öyrənmiş olur, həm də sizinlə vaxt keçirmiş olur. Artıq aycıqlı kurabiyəmiz hazırdır. Aşağı düşdüm ki, yoldaşım artıq xiyar və lobyalar üçün ağaclar hazırlayır. Bunlar lobyalar üçün hazırladığı ağaclardır. Əvvəlcədən ağac vuracağımız şitilləri sulayırıq ki, torpaq yumşaq olsun. Bunlarsa xiyar üçün hazırladığı ağaclardır. Bu cür lomla deşiklər hazırlayırıq. Daha sonra isə həmən ağacları bura bastırırıq. Lobyalardan fərqli olaraq xiyarlara 2, 3 və yaxud da 4 dənə ağac bastırılır. İstilər çox olduğu üçün sərin bir ayran hazırladım. Bugünkü qonağımız da kirpidir. Qonağımızı öz evinə yuva salıb işimizə davam edirik. Artıq oymədərən bitkimiz çiçəklənib. Həyatımda bunun kimi təsirli bir bitki tanımıram. Bu bitkini sizə yaxından göstərmək istəyirəm ki, tanımayanlar da tanısın.